biz bu gün 10 Mart 2024-cü ildə dil imtahanına düşmüş sualları izah edəcəyik. Sabah 15 Mart 2026-cı ildə imtahan olacaq və ona uyğun olaraq biz test işləyəcəyik. Demək, 7-ci suala baxırıq. 7-ci sualda bağlayıcı sualdır. D ilə N-i çıxırıq ki, əslən because bir-birinə bərabərdir. Və cümləyə baxırıq ki, deyir ki, Tom ingilisdir. Cümləyə qoyacaq but. Çünki amma o Fransada yaşayır. Cavab B variantıdır. Sonra 8-ə baxırıq. 8-də sifət sualıdır. Zən var. Zən olduğunu görə bilirik ki, müqayisə dərəcəsi olmalıdır. A-nı çıxırıq, üstünlükdür. B-ni çıxırıq, adidir. D-ni çıxırıq, yenə üstünlükdür. E-ni çıxırıq, yenə adidir. Cavab C variantıdır. Sonra 9-a baxırıq, mübtədə xəbər uzlaşmasıdır və baxırıq ki, 2 mübtədəmiz var, and-dən bağlanıb. Ona görə biləcəyik ki, bizim xəbərimiz cəm olmalıdır. Bunların hamısı tək olduğuna görə cavab C variantıdır. Bir dəqiqə. Sonra demək, passive voice sualına baxırıq. Passive voice sualında biz çıxacağıq B-ni və D-ni. Çünki mübtədəmiz olduğu kimi cümlənin əvvəlində gəlibdir. Sonra baxırıq C-ni çıxacağıq. Çünki bizim cümləmizdə had var və o zaman biz bizim cümləni dəyişəndə biz bunu had been olaraq qaytarmalıyıq. Are indiki zamandır. Demək, E-yə də baxırıq, have been-dir. Bu indiki bitmiş, cümləmiz keçmiş bitmişdi, amma E variantında indiki bitmişdi. Ona görə cavab A variantıdır. 11-ci suala baxırıq. Sual cümləsidir. Sual cümləsinə baxacağıq burada. Birbaş hamı xəbər gələ bilən who, what-dur. Həmçinin də ki, söz onu var deyə, son cümlənin sonunda by sözünüzü var deyə cavab A variantı qalır, digərləri çıxılır. Sonra 12-ci suala baxırıq. Sinonim sualıdır. Sinonim various, different, müxtəlif deməkdir, düzdür, A variantıdır. B-də right, left, sağ, sol, yəni antonimdir. Weak, strong, güclü və zəif olmaqla, bu da yəni antonimdir. Easy, difficult, bunlar da bir-birinə antonimdir, biri asandır, biri çətin. Sweet, şirin, bitter, acı, bu da antonimdir. Cavab A variantı, different. Sonra demək baxırıq, cümləmiz burada təsdiqdir. Təsdiq isə biz təsdiq olaraq verməliyik. Nə isə inkardır, bir ona görə çıxırıq, 2 düzdür. 3-də ona görə çıxacağıq ki, burada yenə inkar bildirir. Cavab 2-4 E variantıdır, düzdür. Demək, burada nədir? Burada modal feildir. Should'un tusu var. I am not able-ın tusu yoxdur, have-in tusu yoxdur. Demək, cümlədə deyir ki, çox səs-küylüydür. Mən ona görə də sənin nə haqda danışdığı eşitmirəm. Ona görə A variantı düzdür. Sonra singular nouns istəyir, tək ismlər istəyir. Children var, ona görə A variantını çıxırıq. B düzdür, C-də shoes, D-də ears, E-də skirts, B variantı. Sonra mürəkkəb tamamlığımıza baxırıq. Mürəkkəb tamamlıqda want var. Want olursa to ilə işlənməlidir. Cavab D variantıdır. Bilirik ki, nəqliyyat vasitələri by ilə işlənir. Vasitəsilə olduğuna görə E variantı. The river Z işlənir. Bu biz tərəfdə də işlənməsinin səbəbi üstünlük dərəcəsindədir. Est var. Ona görə Z işlənir. B variantı. Burada nidə cümlələrində axırda xəbər olmalıdır. Mübtədə xəbər olmalıdır. Son bölməsi. Amma burada 1-də və 4-də mübtədə sonda gəlibdir deyə səhvdir. Cavab E variantıdır. Zaman sualıdır. Zaman sualında burada görürük ago var. Ago-dursa keçmiş zamanda olmalıdır. İlk tərəfi B ilə C-ni D-ni çıxırıq. Yəni keçmiş qeyri-müəyyən olmalıdır. A ilə E qalır. Sonra baxırıq yet var. Yet də demişik ki, bitmiş zamanların inkarında sualını işlər. Burada bitmiş zaman və inkar qoymalıyıq. A variantı qalır. Bunda çıxıram. A variantı. Sonra demək, burada həz var. Həz xəbəri tək deməkdir. Boz var. Boz xəbəri cəm olmalıdır. 1 çıxırıq. 2-də çıxırıq. Yenə həmçinin A-nın xəbəri cəm olmalıdır. 3 ilə 4 qalır. Yəni onlarda xəbəri tək olanlardır. D variantı.
Sonra mübtəda, daha doğrusu make-up sentence cümlə qurmadır. Swapped. Swapped nədir? Subject, yəni mübtəda, verb xəbər, object tamamlıq, place yer, time yəni zaman deməkdir. Demək, baxırıq. Mübtədəmiz people. People can modal feilidir. Modal feildəki hər türlü ki, bunun xəbərin yanında gəlməlidir. Ona görə 4, 5, interact cəzb etməkdir, yəni feildir. 1, 4, 5, 1. Sonra with, icazə, sonra more quickly, zərfimiz, sonra da using internet. Cavab da C variantıdır. Okay.